Bəli, mənə də maraqlı gəldi ki, son deməli ittihamlarda, Rusiya rəsmilərinin çıxışlarında daha çox Avropa İttifaqı belə deyək də o hədəf seçilmişdi. Brüssel və Brüsselin həyata keçirdiyi proqramlar və daha çox belə o ittiham olunurdu ki, Avropa çalışır Ermənistanı Rusiyadan qopartsın və Rusiyanın belə deyək maraqlarından uzaqlaşdırsın. Amma təbii ki, biz başa düşürük ki, Avropanın hərbi gücü zəifdir. Yəni Avropanın öz ordusu yoxdur, Avropanın böyük silah gücü yoxdur. Təbii ki, böyük bu geosiyasi maraqlar toqquşanda, mübarizə başlayanda Avropanın arxasında Amerika durur. NATO durur. Biz görürük ki, Ukraynada da belədir. Yəni silahların da böyük hissəsi Amerikadan gəlir. Ona görə Avropanı belə deyək, daha çox iqtisadi güc kimi biz qəbul etməliyik. Amma hərbi güc kimi, xüsusilə Qafqaz kimi regionda, Qəliz regionda hərbi mübarizə aparmaq gücünə yalnız Amerikanın dəstəyi ilə Avropa bunu bacara bilər. TRIP layihəsi onu göstərəcək. TRIP layihəsi əslində Amerikanın Cənubi Qafqaza qayıtması deməkdir. Çünki Amerika bir müddət, xüsusilə Obamanın dövründə Cənubi Qafqazdan biraz uzaqlaşmışdı. Amma son dövrlərdə biz görürük ki, yenidən strateji əməkdaşlıq nəzərdə tutulur, sazişlər imzalanır və TRIP layihəsi çərçivəsində Amerika yenidən Cənubi Qafqaza qayıdır və bu da Avropa ilə maraqlar üst-üstə düşür bu mövzuda. Vaxtımızda hələ var ikən, Fariz bəy, biraz seçkilərin nəticələri üzərinə də istəyirəm danışaq. Düzdür, indiki məqamda nə isə dəqiq demək mümkün deyil, amma ehtimallar üzərindən. Namizədlər içərisində, düzdür, hər kəs o fikirdədir ki, Paşinyan daha çox qazanma ehtimalı var, amma sizin proqnozunuz necədir? Və burada bir təsir effekti, təsir vasitələrindən istifadə edən tərəflər var. Söhbət Rusiyanı daha çox mən nəzərdə tuturam. Güc balansını qorumaq üçün son dəqiqəyə qədər müəyyən variantlardan istifadə edəcəyini düşünürsünüzmü? Həm sizin variantınız nədir, daha doğrusu namizədlər baxımından, həm də Rusiyanın təsir vasitələrindən biraz danışaq. Birincisi onu qeyd edim ki, müəyyən exit pollar keçirilir və müəyyən sosioloji sorğular da keçirilib keçən həftə və sorğular onu göstərir ki, çox güman ki, Paşinyan qalib gələcək seçkilərdə. Yəni, əhalinin böyük hissəsi sülh gündəliyini dəstəkləyir və Avro-Atlantik inteqrasiyanı dəstəkləyir. Əhalinin böyük hissəsi, misal üçün Beynəlxalq Respublikaçılar İnstitutunun sorğusu onu göstərmişdi ki, əhalinin böyük hissəsi təxminən 70%-ə yaxın Avropa ilə inteqrasiya, Avropa ilə münasibətlərin dərinləşməsini istəyir və bu da o deməkdir ki, çox güman ki, Paşinyan qalib gələcək. Amma bizim üçün, Azərbaycan üçün əsas mövzu odur ki, Paşinyan hansı faizlə qalib gələcək? Əgər parlamentdə mütləq çoxluq təşkil edəcəksə, Paşinyanın partiyası, onda bu hansısa referendumun keçirilməsinə, gələcəkdə konstitusiyaya dəyişikliklər edilməsinə imkan yaradacaq. Bizim marağımızda odur ki, seçkidə Paşinyan bu variant olsun və biz də istəyirik ki, konstitusiyaya dəyişikliklər olsun, Azərbaycana qarşı ərazi iddialar aradan qaldırılsın konstitusiyada və sülh son mərhələyə gəlib çatsın, sülh sazişləri imzalansın. Amma əgər səs çoxluğu az olarsa, belə deyək də, belə bir 55%, 56%-lə keçərsə parlamentə Paşinyanın partiyası, onda təbii ki, müəyyən referendum keçirilməsi, konstitusiyaya dəyişiklik edilməsi çətin olacaq. O ki, qaldı sizin sualınızın ikinci hissəsinə, hansı variantlar ola bilər, hansı addımlar atıla bilər. Bizim seçki prosesi hər zaman provokasiya ilə dolu olan bir prosesdir. Yəni, biz hər şey gözləyə bilərik. Biz gözləyə bilərik ki, müəyyən provokasiyalar olsun günün sonuna doğru. Biz gözləyə bilərik ki, hətta seçkilərin nəticələrini tanımasınlar bəzi ölkələr. Misal üçün, artıq Rusiya siyasətçiləri bunu bəyan ediblər, deyiblər ki, ola bilsin ki, biz seçkinin legitimliyini qəbul etməyək, tanımayaq və bundan sonra hansı proseslər olacaq, müəyyən mitinqlər ola bilər, müəyyən dövlət çevrilişinə cəhdlər ola bilər. Bütün variantlar yəni seçki zamanında olur. Özünüz bilirsiniz ki, Paşinyan elə özü də hakimiyyətə mitinqlər nəticəsində gəlmişdi. Seçki prosesinin belə deyək, legitimliyi sual altına qoyulmuşdu. Yəni, burada müxtəlif provokativ variantlar biz gözləyə bilərik, bəli. Bir dəqiqəlik də bir cavab istəyəcəm, önəmli bir məqamlardır. Əslində, Nikol Paşinyana qarşı bir sui-qəsdin olma ehtimalını dəyərləndirirlər. Çünki Rusiyanın artıq bundan başqa bir variantı qalmır. Çünki yeganə Cənubi Qafqazda Ermənistan üzərindən bütün gücləri əlindən çıxır deyə istənilən bir varianta gedə biləcəyi ehtimal edilir. Sizin təhlilləriniz necə olar?
Bilirsiniz, siyasətdə belə variantlar da olub. Özünüz bilirsiniz ki, Ermənistanda parlamentin içində deməli sui-qəsd cəhdləri olmuşdu, atışmalar olmuşdu keçmişdə. Siyasətçilər öldürülmüşdü, vaxtilə baş nazir öldürülmüşdü, parlamentin spikeri öldürülmüşdü. Yəni belə provokativ addımlar atıla bilir, amma mən onu da qeyd edim ki, xoşbəxtlikdən seçki prosesi hələ ki sabit keçib. Yəni provokativ addımlar indiyə qədər biz görmədik, hansısa terror halları görmədik. Mən çox ümid edirəm ki, bu sabit proses elə axıra kimi də davam edəcək.